Hamınıza salam. Bilirəm, imtahan vaxtı o saatla yarışmaq heç kimin xoşuna gəlmir. Elə deyilmi? Hamımız o stresi yaşamışıq. Amma heç narahat olmayın. Bugün sizə elə konkret strategiyalar göstərəcək ki, o saat düşməndən çevrilib sizin ən güclü müttəfiqiniz olacaq. Hazırsınızsa başlayaq. O an suallarla dolu vərəq qarşınızdadır, amma közünüz saatdadır və o saat sanki sizə inadını daha sürətli işləyir, elə deyil? Bu demək olar ki, hər bir tələbənin ən böyük kabusudur. Amma bilin ki, bu hissi yaşayan təkcə siz deyilsiniz. Əgər bayaqki suala cavabınız hə idisə, bilin ki, çox böyük bir əksəriyyətin bir parçasısınız. Hətta heç təsəvvür etmədiyiniz qədər böyük. Baxın, Allen University'nin bir araşdırması var və rəqəm sadəcə heyrətamizdir. Tələbələrin tam 88%-i imtahanda vaxtı idarə etməkdə çətinlik çəkir. Yəni, bu sizin şəxsi probleminiz deyil. Bu, demək olar ki, hamımızın ortaq mübarizəsidir. Yaxşı, bəs bu problemi necə həll edə bilərik? Hər şey imtahandan çox əvvəl başlayır. Düz deyiblər, döyüşün yarısı hazırlıqdır. Deməli, imtahan anındakı uğurun təməli əslində hazırlıq dövründə qoyulur. Gəlin görək, bu hazırlıq hansı vacib addımlardan ibarətdir? Deməli, baxın, 3 sadə, amma çox vacib addım var. Birincisi, imtahanı formatını öyrənin. Yəni, oyunun qaydalarını bilin də. Nə qədər sual var, hansı tipdədir, ballar necə bölünür. İkincisi, sınaq imtahanları ilə məşq eləmək. Bu, həm sürətinizi, həm də dözümlülüyünüzü artıracaq. Və nəhayət, üçüncüsü, öz güclü tərəflərinizi kəşf edin. Hansı fənni daha sürətli işləyirsiniz? Bax, bunu bilmək, imtahana haradan başlayacağınıza qərar vermək üçün kritikdir. Baxın, burada çox önəmli bir məqam var. Sınaq imtahanları təkcə bilik yoxlamaq üçün deyil. Əsas məsələ o deyil. Əsl məqsəd zamanla necə davranacağınızı öyrənmək. Bir növ vaxt idarə etmə strategiyası qurmaqdır. Hər bir sınaq imtahanı əslində real imtahan üçün bir məşqdir, bir provadır. Strategiyanızı məhz burada, bu sınaqlarda mükəmməlləşdirirsiniz. Və budur, o böyük gün gəlib çatdı. İmtahan vərəqi qarşınızdadır, ürəyiniz döyünür, amma bir dəqiqə. Sakit olun. Çünki başqalarından fərqli olaraq sizin bir planınız var. Gəlin indi o döyüş planının detallarına birlikdə baxaq. Baxın, tələbələrin etdiyi ən böyük, ən klassik səhv nədir bilirsiniz? İlk sualdan başlayıb sırayla axıra qədər getmək. Bunu qətiyyən etməyin. İlk hədəfiniz, ilk vəzifəniz bütün sualları sürətli bir şəkildə nəzərdən keçirməkdir. Bəlkə də ən asan, sizə zəmanətli bal gətirəcək suallar vərəqin lap sonundadır. Bütün sualları görmədən işə başlamaq, sanki hara getdiyinizi bilmədən xəritəsiz bir səyahətə çıxmaq kimidir. Bunu istəməzsiniz, elə deyil? Bu cədvəl sizin yol xəritəniz olmalıdır. Mütəxəssislər deyir ki, 3 saatlıq bir imtahanı bu cür bölmək ən effektiv yoldur. Baxın, ilk 5-10 dəqiqəni sadəcə oxumağa və planlaşdırmağa ayırın. Hansı sualdan başlayacağam, hansını sonu saxlayacağam, yəni strategiya qurun. Sonra əsas hissə gəlir. Amma ən vacibi, son 15-20 dəqiqəni mütləq cavabları yoxlamaq üçün saxlayın. Bu son dəqiqələr sizi o qədər diqqətsizlik səhvindən xilas edə bilər ki. Bu da çox yayılmış bir tələdir. Dövlət İmtahan Mərkəzinin psixoloqu da bunu xüsusi qeyd edir. 3 fənnə ayrılan 3 saatı dəqiq şəkildə hərəsinə 1 saat olmaqla bölmək, bu böyük səhvdir. Niyə? Çünki siz robot deyilsiniz. Bəzi fənləri daha sürətli həll edirsiniz, bəziləri isə daha çox düşünməyi tələb edir. Ağıllı strategiya nədir? Vaxt bölgüsünü özünüzə görə fərdi şəkildə etmək. Güclü olduğunuz fənnə bəlkə biraz daha az, çətinlik çəkdiyinizə isə biraz daha çox vaxt ayırmaq daha məntiqlidir. Bunlar da sizin imtahan otağındakı super güclərinizdir, belə deyək. 1. Ən yaxşı bildiyiniz fəndən başlayın. Bu sizə dərhal bir özgüvən verəcək. 2. Əmin olduğunuz suallara hücum edin. Asan balları cibinizə qoyun. 3. Bir sualda ilişib qaldınız, heç problem deyil. Vaxt itirməyin. Sadəcə bir işarə qoyun, boşluq buraxın və keçin növbətiyə. Sonda vaxtınız qalanda qaydarsınız. Və 4. Mütləq sadə bir qol saatınız olsun. Çünki zamanı idarə etmək üçün ən yaxşı dostunuz məhz o olacaq. İndi isə gəldik məsələnin ən maraqlı, bəlkə də ən vacib hissəsinə. Söhbət təkcə çox çalışmaqdan getmir. Söhbət ağıllı çalışmaqdan gedir. İndi sizə elə bir gizli silahdan, elə bir prinsipdən danışacağam ki, bu sizin imtahan nəticələrinizi, ümumiyyətlə məhsuldanlığınızı kökündən dəyişə bilər. Bu prinsipin adı Pareto prinsipidir və ya daha çox tanınan adıyla 80-in 20-yə qaydası.
hekayəsi də maraqlıdır. Deməli, Vilfredo Pareto adlı bir İtalyan iqtisadçı kəşf edib ki, onun bağındakı noxudların 80%-i noxud kollarının cəmi 20%-dən gəlir. Sonra baxıb görüb ki, İtaliyadakı sərvətin 80%-i də əhalinin 20%-nin əlindədir. Və məlum olub ki, bu qayda, yəni 80-in 20-yə nisbəti, demək olar hər yerdə işləyir. Yəni qısacası, sərf etdiyiniz səylərin kiçik bir hissəsi, əldə etdiyiniz nəticələrin çox böyük bir hissəsini yaradır. Bax, bu diaqram prinsipi əla izah edir. Fikir verin, səylərinizin, yəni gördüyünüz işin cəmi 20%-i nəticələrinizin tam 80%-ni verir. İnanılmazdır, elə deyil? Qalan o böyük 80%lik zəhmət isə cəmi 20% nəticəyə səbəb olur. Deməli, əsas məsələ nədir? O qızıl kimi dəyərli olan 20%-i tapmaq. Gəlin bunu birbaşa sizin təhsil həyatınıza aid edək. Baxın, Wikipedia Pareto prinsipi haqqında nə yazır? Tələbələr üçün. Dərsliyin 20%-i bütün məlumatın 80%-ni ehtiva edir. Bir anlıq düşünün. Hər fənnin, hər kitabın bir ürəyi, əsas hissəsi var, elə deyilmi? Əsas qaydalar, düsturlar, anlayışlar. Bax, imtahan suallarının da böyük əksəriyyəti məhz o kiçik, amma vacib hissədən gəlir. Yaxşı, bəs imtahan günü bu prinsipdən necə istifadə edək? Çox sadə. İlk 10 dəqiqədə sualları oxuyanda o 20%-i axtarın. Yəni, hansı suallar ən çox bal gətirir? Hansı sualların cavabını dəqiq bilirsiniz? Bax, həmin suallar sizin qızıl 20%-inizdir. Enerjinizin və vaxtınızın böyük hissəsini, yəni 80%-ni ilk növbədə məhz bu suallara həsr edin. Bu, sizə minimum seylə maksimum balı təmin edəcək. Beləliklə, bütün bu güclü strategiyaları toplasaq, əlimizdə nə qalır? Gəlin uğura gedən yolun ən vacib məqamlarını bir daha xatırlayaq və yekunlaşdıraq. Bu 5 qaydanı özünüz üçün bir checklist kimi düşünün. 1. Hazırlıqlı olun. Formatı və öz güclü tərəflərinizi mütləq bilin. 2. Planınız olsun. Oxumaq, cavablandırmaq və yoxlamaq üçün vaxtı əvvəlcədən bölün. 3. Prioritetləri ağıllı qurun. Güclü başlayın, hər suala eyni vaxtı sərf etməyin. 4. Təkcə çox yox, ağıllı çalışın. 80-20 qaydası yadınızda olsun. Və 5, bəlkə də ən əsası, sizə verilən hər bir saniyədən istifadə edin. İmtahan bitənə qədər otaqdan çıxmaq ağlınızın ucundan belə keçməsin. O son dəqiqələr sizə qızıldan da qiymətli bir neçə bal gətirə bilər. Və indi mən sizdən soruşuram, vaxt sizin düşməninizdir, yoxsa ən güclü müttəfiqiniz? Artıq bu sualın cavabı sizdədir. Unutmayın, düzgün strategiya ilə zaman qorxulu bir rəqibdən sizi zirvəyə aparan ən etibarlı yoldaşa çevrilir. İmtahan təkcə biliyi yox, həm də təzyiq altında ağıllı qərar vermə bacarığını sınayır. Hamınıza bu yolda bol-bol uğurlar arzuluyuram.